Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən mənzildə cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyidi aşkarlanıb. Xəbər verilir ki, 1968-ci il təvəllüdlü Nurəli Mahiyyəddin oğlu Eyvazovun meyidi qonşularının hüquq mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək adəti üzrə təhvil verilib. Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub. Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nurəli Eyvazovun meyidi otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb. Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur. Qeyd edək ki, Nurəli Eyvazov uzun illər penitensiar xidmətində müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nurəli Eyvazov əvvəllər 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik.